ولم أخطئ بدربي لبيتك جئت يا الله أتيت بثقل ذنبي بسم رب الشهداء والصديقين اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Esselamu aleyke ya Əbə Abdillahil Hüseyn aleyhisselam. Salam əziz və dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri Hikmət Qapısı verilişində xoş gördük. Bir daha bu əzalı, hüzünlü günlərlə əlaqədar başda Mövlamız İmam Zaman aleyhisselam olmaqla siz dəyərli müsəlman bacı qardaşlara başsağlığı veririk və Allahdan arzu edirəm ki, hər birimizə İmamın ziyarətini, axirətdə isə şəfaətini bizlərə nəsib etsin inşallah. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, İnnəl Hüseynə bəbun min əbvabil cənnə mən ədəhu hərrəməllahu aleyhi rihəl cənnə. Hüseyn cənnət qapılarından bir qapıdır. Hər kim onunla düşmənçilik etsə, Allah ona cənnətin iyini, qoxusunu haram edər. Həqiqətən də İmam Hüseyn aleyhissalamla düşmənçilik edən hər bir şəxs tarixdə ən zəlil və ən murdar bir şəxsiyyətlər olaraq tarixə keçmişdilər ki, bunlar haqqın qarşısında Peyğəmbər balası ilə önbə-ön onun qarşısını kəsdilər və onu, ailəsini, dostlarını qətlə yetirdilər. Peyğəmbər ailəsini şəhid etdilər. Allahın əbədi lənəti olsun İmam Hüseyn aleyhissalamın qatillərinin üzərinə. Dəyərli izləyicilər, bugünkü mövzumuz Kərbəla və insanların həqiqəti haqqında olacaqdır ki, dəyərli ustadımız bu haqda ətraflı söhbət edəcək. Yəni bir növ Kərbəlada, Aşurada insanların həqiqi siması üzə çıxdı. Haqla batil bir-birindən ayrıldı. Həqiqətən də haqla batilin qabaq-qabağa durduğu bir cəbhə idi Aşura günündə. İki qoşun ki, üzbə-üz dayandı. O zaman haqla batil gün kimi aydın oldu. Bəziləri insanlığın ən ali mərtəbəsinə çatdı. Bəziləri isə heyvandan da aşağı səviyyə düşərək əbədi zəlalətə və cəhənnəmə düçar oldular. Allah bizlərin də aqibətimizi xeyirli qərar versin inşallah. Dəyərli izləyicilər, studiyamızın bugünkü qonağı Cənab Höccətül İslam Kazım Fəthullayevdir. Salam aleykum ustad, hər vaxtınız xeyir olsun. Bu əzalı günlərlə bağlı sizə də başsağlığı veririk. Əleykum salam və rəhmətullah. Mən də sizləri və hörmətli izləyicilərimizi salamlayıram. Əleyhissalam. Və bu Əhl-i Beyt əleyhissalamın əzalı və matəmli günləri münasibəti ilə həm sizə, həm də hörmətli izləyicilərimizə, məxsusən xalqımıza başsağlığı verirəm. Çox sağ olasın. Allah razı olsun ustad. Təşəkkür edirik. Bir daha minnətdarlığımızı bildiririk. Allah razı olsun. Dəvətimizi qəbul etdiniz, zəhmət çəkib gəldiniz. Allah razı olsun sizdən. Ustad, elə əvvəldə də dedik ki, mövzumuz Kərbəla hadisəsi və oradakı insanların bir növ həqiqəti haqqında idi ki, orada bəzi insanların əsl siması üzə çıxdı. Yəni, haqla batil bir növ ayrıldı və aydın şəkildə göründü və tarixdə bu günə qədər biz görürük ki, həqiqətən də İmam Hüseyn tərəfdə olanlar tarixin gülüstanında, Yezid tərəfdə olanlar isə tarixin ən qaranlıq səhifələrindədir. Zəhmət olmasa elə bu haqda istəyərdik bizə danışardınız. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihid tahirin. Bəli, buyurduğunuz kimi Kərbəla hadisəsi insanların həqiqi kimliyini üzə çıxartdı. Mövzumuza başlamazdan əvvəl bir müqəddimə istəyirəm deyək. Bəli, buyurun. Quran ayələri və hədislərə əsasən insanın yaxşısı ən yaxşı, pisi isə ən pisdir. İnsan əgər özün dini təlim, tərbiyə ilə tərbiyələndirsə, öz düşüncə, baxış, fikirlərini, maraqlarını
etiqadını təvhid prinsiplərinə əsasən formalaşdırsa və əxlaqını da islah etsə, o vaxtı bir həddə uzalar. Allah Taala onun vücuduna and içər, canına and içər. Necə ki Quranda Allah Taala buyurur, "Lə'əmrükə", and ola sənin canına. Başqa sözlə desək, and ola sənin yaşadığın pak həyat tərzinə. Bundan uca dəyər insan üçün mən bilmirəm. İnsanın xaliqi onun yaşadığı pak həyat tərzinə and etsə deyə ki, and ola sənin canına. Və o tərəfdən əgər özün dini təlim tərbiyədən uzaq düşsə, ilahi hökmlərdən uzaq düşsə və ilahi hökmləri, insani dəyərləri, dini dəyərləri ayaq altına atsa, bir həddə tənəzzül edər. Bir həddə mənfur olar, hətta şeytan ona nifrət edər. Əvvəldə tərbiyə ilə bir həddə ucalır, Allah onun vücuduna and içir. Amma dindən uzaq düşsə, dini və insani dəyərləri, ilahi hökmləri ayaq altına qoysa, bir həddə tənəzzül edər, mənfur insan olar, şeytan ona nifrət edər. Bu barədə də ayə var. Allah Taala buyurur, şeytan insana vəsvəsə verir. O da vəsvəsəyə aldanır, sonra bir həddə fəsad edir. Nə təkcə özü fəsad edir, insanları da fəsada çəkir. Şeytan həmin insana deyir, "İnni bəri'un mink." Mən sənə nifrət edirəm. "İnni əxafullah." Mən Allahdan qorxuram. Şeytan insana deyir. Gör insan nə həddə çatır. Bəli. Bunun başqa cürə desək öz dilimizdə şeytan deyir ki, daha bu həddə deməmişdim də. Bu qədər də yox. Bu qədər də yox. Neynirsən? Şeytan gəlir insana və indiki görürsüz də dünyada bu qədər zülm edənlər, sionistlər, hegemon qüdrətlər, məzlumlara bu qədər zülm edənlər bu cür nədir? Şeytan onlara deyir ki, daha yox, bəsdir. Deməli, bu ayələrdən nə başa düşürük? Başa düşürük ki, insanın yaxşısı ən yaxşı, pisi isə ən pisdir. Pisi isə ən mənfurdur. Kərbala belə bir hadisə idi. Kərbalada ən yaxşılarla ən pislər qarşı-qarşıya durmuşdu. Ən yaxşılar, yəni Haqq cəbhəsi, İmam Hüseyn və onun təmsilçiləri idi. Ən pisi isə Yezid tərəfdarları, elə indi də. Tərəfdarları, təmsilçiləri də onlar idi. Batıl cəbhəsinin. Biz Kərbalanı əgər bu cürlə müqayisə eləsək, dəyərləri, həm dini, həm insani dəyərləri bu iki cəbhədə müqayisə eləsək, bir tərəfdə ən sadiq insanları görürük, bir tərəfdə ən yalancı, bir tərəfdə ən fəzilətli, bir tərəfdə ən zəlil, rəzilətli, bir tərəfdə ən şuca, bir tərəfdə ən qorxaq, bir tərəfdə dini və insani dəyərlərə görə, Allaha görə, ilahi hökmlərə görə canından, malından keçən, hətta uşağından keçən görürük, fədakarları görürük. Qarşı tərəfdə isə öz maddi maraqlarına görə, dünyasına görə hər nəyə əl atanları görürük. Hətta körpə uşağa su verməyənləri görürük, hətta körpə uşaqları şəhid edilənləri görürük. Tamamilə bir-birinə zid iki cəbhə Kərbalada üzə çıxdı. Nə bais oldu? Bir hadisə baş verdi. O hadisə, sanki belə deyək, bir sınaq baş verdi. İnsanların həqiqi kimliyi üzə çıxdı. Haqq cəbhəsində dəyərlər üzə çıxdı, batıl cəbhəsində isə rəzilətlər üzə çıxdı, mənfur xislətlər üzə çıxdı. Bu cürlə müqayisə eləsək, çoxlu söhbətlər edə bilərik bu mövzuda. Misal üçün, bir tərəfdə alicənablıq üzə çıxdı. Təsəvvür edirsiniz, İmam Hüseyn əleyhissalam Hürrün qoşunu ilə rastlaşanda, Hürrün qoşunu çox idi, 1000 nəfər idi, bunlar isə az idi. Gördü ki, onların suyu yox idi. Hür kimin tərəfindən gəlmişdi? Yezidin, İbn Ziyadın və o da Yezidə bağlı idi. Gördü suyu yoxdur, onlara da su verdi, atlarına da su verdi. Su verdi. Gördü biri su içə bilmir, qorxur. Lütfə qurban olum Hüseyn. Gəldi, gördü qorxur, əli əsir su içə bilmir, kömək elədi, su verdi. Amma həmin qoşun getdi, Kərbalada suyun qabağını kəsdi.
İmam Hüseyn əslində burada usta su vermədi, həm də dərs verdi, Bəli, insanlıq dərsi verdi. insaniyyət dərsini verdi, düzdür? Tamamilə doğru. Bu cürlə müqayisə eləsək çoxdur. Bir dəstə heç vaxt dəyərsiz işlərə əl atmadı. Hür, üzr istəyirəm, Həzrət Müslim Haninin evində idi. İbn Ziyad da gəlmişdi Haninin evinə. Düzdür? Bəli. Müslim gizlənmişdi. Əlində də şəmişir var idi. Dedilər ki, çıx vur ginən İbn Ziyadı. Amma namərdlik etmədi. Yəni şiyyəçilikdə terror yoxdur. Bunun mənası budur. İslamda terror yoxdur. Həzrət Müslim bunu etmədi. Terror yoxdur. O şəxslər ki, deyirlər Kərbala məktəbində uşaqlar gəlməsin, gəlsə radikal olacaq, nə bilim nə olacaq. Onlar düşünmürlər, başa düşməyiblər. Onlar düşməndilər. Bu xalqın düşmənidir. Xalq əgər xalqın uşaqları İmam Hüseyn məktəbində böyüsə, heç vaxt belə düşüncədə olmaz. Heç vaxt radikal olmaz. Çünki İmam Hüseyn əleyhissalamın məktəbində tərbiyə tapmış uşaqlar, yeniyetmələr şücaət, qeyrət sahibi olur. Öz xalqının, millətinin, ümmətinin qeyrətini çəkir. Qeyrətin ki, fəsadla mübarizə edir. Niyə narahatsınız? Narahatsınız ki, fəsadla mübarizə edəcək bu uşaqlar. Narahatsınız ki, Kərbala məktəbini öyrənəcək, burada Aşura məktəbində təlim, tərbiyə görəcək, fəsadla mübarizə edəcək, zülmlə mübarizə edəcək. Buna görə narahatsınız. Bundan qeyrisi yoxdur. Kərbala. Qısası bu cürlə müqayisə eləsək, çoxdur söhbət. Amma birin daha geniş izah eləyək. Sədaqət. Bir tərəfdə sədaqət var idi, bir tərəfdə isə namərdçilik, yalan, uydurmalar. Sədaqət nədir? Biz Quran ayələri və sadiq insanlar kimdir? Quran ayələrinə baxanda müxtəlif ayələr var sadiq insanlar barəsində. O ayələrdən biri budur. Allah Teala buyurur ki, insanlar elə güman edir ki, əhəsibən nasu ən yutraku ən yəqulu amənna və hum la yuftənun. İnsanlar elə güman edirlər ki, birdən onlar desələr ki, iman gətirdi, kifayətdir. Onları sınaq olmayacaqlar. Başlı başına buraxılacaqlar. Buyurur ki, xeyr, başlı başına buraxılmayacaqlar. Mütləq sınaq olacaqlar. Çünki ilahi qanundur ki, insan sınaq olunmalı. İnsanı aldada bilərsən namaz qılmağından. Allahı aldada bilməzsən. İnsanı aldada bilərsən ki, mən möminəm, müsəlmanam filan. Mən özümdə Quran oxuyuram. Bu cür nə deyirlər. Mən özümdə şiyə, mən özümdə ziyarətə getmişəm, Kərbala ziyarətə. Bunu ilə şiyyəçiliyi vurur. Mən özüm həccə getmişəm, bəli, Məşhədə getmişəm ziyarət. Bunu ilə gəlir şiyyəçiliyi, amma bu sözləri deyib kimisə aldada bilərsən, amma aldaq yox da. Xaliqdir, batinindən xəbərin var. Allah buyurur ki, bu sözlər kifayət deyil. İman gətirdiyi sözü kifayət deyil. Mütləq və mütləq sınağa çəkiləcəksiniz. Sınaq olunacaqsınız. Niyə? Sədaqətiniz üzə çıxsın. Bu ayədən istifadə edilir ki, sədaqət, imanda sədaqət, yəni iman prinsiplərinə əsasən əməl etmək. İman prinsiplərinə əsasən insan əməl etmirsə, sadiq insan ola bilməz. Bəli, ustad, həqiqətən də qeyd etdiyiniz məsələ çox dəqiq bir məsələdir ki, ümumiyyətcə bu bəzi insanları aldada bilir qeyd etdiyiniz kimi. Amma hətta elə adamlar var ki, heç insanları da aldada bilmirlər. Çünki bəzi adamlar həqiqətən də insana baxanda onun bir növ batinindən xəbərdardırlar nisbətən. Yəni, istəsə də yalan danışsın, o eləyə bilmir. Bəli, bəli. Yəni, dini maraqlarla kimisə aldatsın. Gəlir elə bir kobud səhvə yol verir ki, sözündə onun yalanı aşkardır. Bəzən rəftarında, bəzən sözündə özünü biruzə verir ki, bu səmimi deyil həqiqətən. Bəli. Dedik ki, bu ayədən başa düşdüyümüz bu oldu ki, sədaqət, yəni insan gərək iman prinsiplərinə əsasən yaşasın. Bu mənadadır. Sədaqət o vaxt olacaq ki, insan dedi ki, iman gətirdim və o gətirdiyi imanı əsasən uyğun yaşamış olsun. Misal üçün, əgər deyirsə Allah var prinsipinə əsasən yaşamalıdır. Yoxsa sədaqəti yoxdur. Sədaqəti yoxdur. Allah var deyib başqa cür yaşasa, məlumdur ki, bu yox. Və əgər deyirsə Allah görür, gərək Allah görür prinsipinə əsasən yaşasın. Əgər deyirsə qiyamət var, inanıram
və qiyamət günü etdiyim hər kiçik əmələ görə sorğu-sual olunacağam. Deməli bu prinsipə əsasən yaşamalıdır. Əgər bunları deyə, amma bu prinsipə əsasən yaşamasa olur iddia. Yalançı iddialar, sədaqət yoxdur. Deyirlər mərhum Əllamə Təbətəbainin yanına gəlirlər. Bir nəfər gəlir. Ağaya deyir ki, ağa, filan məsələ var, mənim adım olmasın. Sən ged bunu başqasına deginə. Mən desəm alınmayacaq, mənim adım olmadan, ged bunu de başqasına. Mərhum Əllamə Təbətəbə birisi də arif olub. Çox pak adam olub, arif. Mərhum gedir həmin şəxsin yanına, bütün olmuş əhvalatı danışır. Deyir ki, filan kəs gəldi yanıma, dedi ki, mənim adım olmasın, get filan kəsə filan sözü deyin. Əlbəttə, o qarşı tərəf üçün o istədiyinə çatır da. Bu ki, istəyirdi filan iş baş versin, iş baş verir. Amma bu cür nə deyir? O, arada olan azacıq gizli məxfiliyi saxlamır, aşkar edir. Buna deyirlər sədaqət. İstəmirdi azacıqda məxfiliyi qalsın, gizli bir şey qalsın. Çünki bunun sözünü gedib çatdırırdı, öz adı ilə çatdırsaydı nəsə bir gizli qalacaqdı da. İstəmirdi o gizliliyi qalsın. İnsan bu qədər sədaqətli olmalıdır. Niyə? Çünki Allahı görür. Allah məni görür prinsipinə əsasən yaşayır. Qiyamətdə kiçik əməllərimə görə sorğu-sual olunacağı, hətta kiçik əməllərimə görə sorğu-sual olunacağım prinsipinə əsasən yaşayır. Ona görə heç nəyi gizlətmir. Bu qədər sədaqətlidir. Biz belə olmalıyıq. Ailədə bu cür nə olmalıyıq? Ailəmiz, ata, ana, uşaq, qardaş, qohum, əqraba bizim sədaqətimizə and içməlidir. Bu həddə sədaqətli olmalıyıq. Bir qardaş var, mənə bir dəfə zəng elədi. Dedi, evlənmək istəyirəm. İkinci dəfə evlənmək istəyirəm. Dedim ki, eləmə. Dedi, qısası bəzi sözlər, dəlillər gətirdi özü üçün. Mən hər nə qədər təkid elədim, eləmə, bu etdi. Etdi və dedim ki, təhlükəsi var. Sən gizli saxlaya bilməyəcəksən və alınası bir şey deyil də, problem yaranar. Etmə. Məsələn, bu etdi, sonra və məlum da oldu. İkinci dəfə evlənməyi də məlum oldu. Bundan danışırdım ki, necə oldu, məlum oldu. Bir söz dedi ki, o bu şəxsin paklığına dəlalət edir. Buna görə bu hadisəni deyirəm. Deyir, yoldaşım şübhələndi, mən də gizli saxlaya bilmədim. Yalan danışa bilmədim. Düzdür, aralarında problem olub. Amma yalan danışa bilmədiyim bu gözəl işdir. Ailədə yalan danışa bilmir bu. Bu gözəl işdir. Sədaqətdir ki, qoymur bunu yalan danışmağa. Bu gözəl işdir. Bu cür nə olmalıdır? Belə olmasın ki, məsələn, bir nəfər əvvəllər bizi tanımayanda çox xoşuna gəlirdi, onunla mehriban idik. Amma elə ki, münasibətlərimiz daha da yaxınlaşır, görsən bu uzaqlaşır. Niyə? Çünki sədaqət görmür. Çünki o əvvəl uzaqdan gördüyün görmür səndə. Fikirləşirdi ki, falan dəyərlər var. Yaxınlaşandan sonra görür ki, yox, bu yoxdur. Tam əksidir bəzən. Tam əksidir bəzən. Bunlar səhvdir. Bunlar olmamalıdır. Haqq cəbhəsində insan gərək batil yola əl atmaya. Haqq cəbhəsində. Xamneyə ağa buyurur. Buyurur, Əli əleyhissalam bir yalanla hakimiyyəti ələ keçirə bilərdi. Xəlifələr şura qurmuşdu. Orada Əli əleyhissalam bir dənə onlara desəydi ki, hər nə deyirsiniz qəbul edirəm, hakimiyyət verilsəydi ona, sonradan öz bildiyi kimi hakimiyyətə gələndən sonra da qüdrət var əlində, öz bildiyin kimi et. Bunu edə bilərdi. Bir yalan danışıb bunu edə bilərdi. Həzrət etmədi. Niyə? Çünki istəyir haqqı təbliğ etsin. Haqqın təbliğində, haqqı qabağa aparmaqda batil yoldan istifadə eləmək bilirsiniz nəyə bənzəyir? Nəcis suyla bir şeyi suya çəkmək istəyirsən. Bir şeyi təmizə çıxartmaq istəyirsən. Bir əşyanı təmizə çıxartmaq istəyirsən. Bir oxuyan nəcis suyla
bir əşyanı pak edə bilməzsən. Bir okean nəcis suyla. Niyə? Çünki hər nə qədər tökəcəksən nəcis olacaq. Bəli. Dəqiq O da yerə. haqq cəbhəsinin təbliğində, haqq cəbhəsində batilin yolu yoxdur. Belə bir məktəbdir. İmam Hüseyn əleyhissalamın məktəbi. Yəni tam şəffaf da ustad. Yəni Həzrəti Əli əleyhissalam, yəni ki qeyd etdiyiniz Bəli. məsələdəki rəhbər buyurmuş Həzrəti Əli bir yalandan hətta, yəni o bir yalanı belə rəva görmədi ki, hakimiyyəti əlinə gətirsin. Elə Həzrəti Əlinin məqamı, fəziləti elə bundadır ki, yəni həqiqi belə deyək də aşiqlər onu bu qədər sevirlər, haqq əhli ona bu qədər aşiqdir, canla, başla onun yolunda bəzilər çalışırlar. Həqiqətən də Həzrət Əlinin sədaqəti, dürüstlüyü, hətta yəni bir yalanı belə buyurduğunuz kimi, yəni Bəli. yaraşdırmadı, rəva bilmədi özünə. Bəli. Bu dediyimiz imanda sədaqətdir. Hı -hı. Biz istəyirik İmam Hüseyn əleyhissalamın Kərbalada o köməkçilərində olan sədaqəti çatdıraq. Bəli, bəli. İmanda sədaqət, bir də vilayətdə sədaqət. Əli əleyhissalamın vilayətin hamı qəbul edir. İmam Hüseyn əleyhissalamın vilayətin, imamətin hamı qəbul edir. Amma kim sədaqətli idi? Mən bir neçə nümunə deyim Kərbəla hadisəsindən. Biri Həzrəti Meysəmin hadisəsidir. Həzrəti Meysəm xurma satıcısı idi. Bəli. Xurma satırdı. Biz gəlin bir anlığa özümüzü Kərbəla hadisəsindən əvvələ aparaq və bunları müqayisə edək. Həzrəti Meysəmlə Kufənin bəzi şeyxlərin müqayisə edək. Məsələn, müqayisə edəndə bu xurmaçı idi, xurma satırdı. Sadə bir insan. Sadə bir insan, Bəli. amma pak, imanlı. 4 il Əli əleyhissalamın yanında şagirdlik elədi. Əli əleyhissalamdan sirlər öyrəndi. Bəziləri 20 il dərs oxudu Əli əleyhissalamın yanında. Amma Əli əleyhissalama irad edirdi. Meysəm əleyhissalam belə bir şəxsiyyət idi. İndi gəlin müqayisə edək. Bu sadə xurma satan, amma onlar isə elm əhli, sonra ibadət filan, öz iddiaları var. Böyük qəbilələr başçılarıdır. Qəbilə başçılarıdır. İndi bunları müqayisə edəndə çoxları o maddi baxışla, hər nəyi maddi təhlil edənlər təbiidir ki, bunları üstün görəcəklər. Bəli, bəli. Nəinki Meysəmi. Bunlar namə yazdılar. Kufə əhli namə yazdı İmam Hüseynə, düzdür? Bəli. Buyurdular ki, gəl sən bizim imamımızsan. Çağırdılar. Amma İbn Ziyad gəldi Kufəyə, İmam Hüseyn əleyhissalamdan əvvəl. Həzrəti Müslimi şəhid etdi və çıxdı minbərə. Mən istəyirəm sədaqəti çatdırmaq, kimin sədaqəti var. İmam Hüseyn əleyhissalam çıxdı, İbn Ziyad çıxdı minbərə, minbərdə bir iş gördü. İstədi şiələri tanımaqdan ötürü kim İmam Hüseynin müdafiəçisidir. Onları tanımaqdan ötürü İmam Hüseyn əleyhissalamı təhqir etdi. Minbərdə təhqir etdi. Hamı sakit. Heç kim dillənmir. Kim dilləndi? Meysəm. Meysəm dilləndi. O dili ilə İmam Hüseyn əleyhissalamı müdafiə elədi. O dili ilə də şəhid oldu. Dilin kəsdilər. Bəli, vilayət yolunda gərək dilindən keçəsən, başından keçəsən. Dillənməyənlər nə idi? Dillənməyənlərin bəhanələri nə idi? Misal üçün, bu deyirdi, o dillənsin, mən yox. Bu deyirdi, o məndən böyükdür. Bu deyirdi, o məndən savadlıdır, o məndən filan. Bu cürlə bir-birlərinə müqayisə edib, bir-birlərinə ötürdülər, o dillənsin, bu dillənsin, dillənmədilər. Meysəm dilləndi. Buna deyirlər sədaqət. İmam Hüseyn əleyhissalam Kərbalada tək qalanda bütün səhabələri şəhid olub, tək qalıb. Meydanda tək qalanda İmam Hüseyn əleyhissalam 2 nəfəri çağırırdı. Halbuki bilirdi, onlar Kərbaladan əvvəl şəhid olublar. Biri Həzrəti Müslim idi, biri Hani idi. Çağırırdı ki, ey Hani, ey Müslim. Və o əvvəldə şəhid olanları çağırırdı. Niyə bunları çağırırdı? Həzrət, onlar Kərbaladan əvvəl şəhid olmuşdu və ağa da bilirdi. Çağırmağı ilə istəyirdi onlara dəyər versin ki, bu qədər bunlar vəfadar və sadiq idilər. Amma indi yoxdular. İndi yoxdular. Həzrət hətta onların şəhid olmasından xəbəri var idi, amma çağırırdı. İndi də İmam Zaman əleyhissalama belə sədaqət lazımdır.
sədaqətli şəxslər lazımdır. Fədakar və sədaqətli, vəfadar. Meysəm bir işi ilə tarix yazdı. İndi bu günləri biz təhlil edirik. 14 əsr o hadisədən sonra təhlil edirik. Meysəmə rəhmət deyirik, amma o şəxslər ki var idi, sədaqət göstərmədilər. İmam Hüseyni vilayəti müdafiə eləmədilər. Onları isə qınayırıq. Bəli. Onları qınayırıq. Bəziləri qınanılır, bəziləri də həqiqətən lənətə layiqdirlər. Bəziləri təbiidir, bəziləri. O cür. Mənim dediklərim bəziləri tövbəkarları idi. Sonradan tövbə etdilər. İndi hər halda səhvlərin başa düşdülər, Allah bağışlasın. Tövbə etdilər, şəhid oldular. Yəni bu yolda canlarından keçdilər sonradan. Düz. Amma hər halda səhvləri var idi. Ona görə onları da kiçik səhv deyildi. O səhvlər elə Bəli. səbəb oldu ki, əksər 95% bəlkə deyib belə deyək ki, o İmam Hüseyn Müslimi tək qoydular. Elə o tək qalmağının nəticəsində Kərbəla hadisəsi baş verdi. Əgər onlar vaxtında hərəkətləri eləsəydilər, yəni qiyamda dəstək olsaydılar Müslimə, bəlkə də Kərbəla hadisəsi baş verməzdi. Bəli, o cür nədir? O vaxtı baş verməzdi. Çünki meydana tək qoydular, o hadisə baş verdi. Başqa bir şəxsi müqayisə edək. Vilayətdə sadiq idi, Vəhəb idi. Vəhəb. Bəli. Həzrəti Vəhəb. Yenə də Kərbəla hadisəsindən əvvələ qayıdaq. Vəhəblə Kufədə olan Kufə cəmaatın və ya Kufə şeyxləri müqayisə edək. Vəhəb misal üçün İslamı sonradan qəbul etmişdir. Bəli. Vəhəbə baxırıq, Məsihidir. Alnında möhür yeri yoxdur. Əlində təsbih yoxdur. Uzun saqqalı yoxdur. Misal üçün indi bu zahiri yoxdur. Amma bunlarda var. Sonra bu özün müştehid hesab edir. Fəqih hesab edir. Amma onda isə bunlar yoxdur. Belə bir halda amma baxır az bir müddət sonra müqayisə edirik, görürük ki, Vəhəb canından keçdi, ailəsindən keçdi, cavanlığından keçdi. Vəhəb Hər şeyini qurban verdi. hər nəyin qurban verdi, amma bunlar isə qaldı. Bunlar qaldı, geridə qaldılar. Bəzən biz deyirik, başqaları əməl edir. Bu çox pisdir ya. Biz təbliğ edirik, başqaları əməl edir. Bu çox pisdir. Bir dostum var, deyirdi ki, Allah hifz eləsin, əvvəli də başqa ölkələrdəndir. Tələbə dostumdur, xarici ölkələrin birindəndir. O deyirdi və əvvəli də sünni olub, şii olmayıb, sonradan şiəliyi qəbul edib. Deyirdi, başqalarının barəsində, alimlərin barəsində ki, bu qədər dəyər danışırıq, gözəl sifətlər var, bu yaxşıdır. Amma buna kifayətlənməyək. Biz bir işlər görək ki, sonraki nəsil bizim barəmizdə danışsın. Bir dəstə danışır, amma Vəhəb əməl elədi. Mən bəzən cavan dostlara danışanda, qardaşlarla söhbət edəndə, onlara Kərbəla hadisəsini danışanda neçə dəfələrlə olur ki, bunu demişəm. Demişəm, qiyamət günündə biz Vəhəblə qarşı-qarşıya gəlsək, xəcalət çəkməyəcəyik. Misal üçün, o bizə desə ki, mən az bir müddət idi İslamı qəbul etmişdim. Amma vilayət yolunda bu qədər çalışdım. Az bir müddət idi İmam Hüseyni tanıyırdım. İmam Hüseyn yolunda canımdan keçdim. Cavanlığımdan keçdim. Ailəmdən keçdim. Canımı qurban verdim. Sən məsələn 50 ildir İmam Hüseyni qəbul edirsən, 60 ildir əzadarlıq edirsən, 80 ildir müsəlmansan, nə etmisən? İslam barəsində, İslam yolunda nə etmisən? Bir dənə şillə dəyib sənə. Əlbəttə ki. Şillə o vaxtı dəyir ki, sən İslamın əleyhinə olan təbliğatın müqabilində bir mövqe sərgiləyəsən, sənə şillə dəysin. Heç mövqe sərgiləməmsən, sənə də şillə də dəyməyəcək ki. Ustad, öz istəyirəm, vaxtımıza 200 dəqiqə qalıb. Diqqətinizi. Bu sədaqət idi. Bəli. Bu sədaqət idi ki, bunu gərək Kərbaladan öyrənək. Biz də belə olaq. Bu günləri mediaya baxsaq, hər kəs bir yolla İmam Hüseyn əleyhissalamın, İmam Hüseyn Aşuraya aid olan atributların əleyhinə təbliğatlar edir. Vilayətin əleyhinə təbliğatlar edir. Bu günləri mən əgər onun müqabilində bir iş görməsəm, sabah bunlara məxsusən də Vəhəb kimi sadiq insanlara nə deyəcəyəm?
bu qədər şiənin əleyhinə, bu qədər vilayətin əleyhinə, bu qədər Aşura məktəbinin əleyhinə, bu qədər Aşura atributlarının əleyhinə təbliğat olur. Amma məsələn necə olur? Mən deyirəm İmam Hüseyni çox sevirəm, sakitəm. İmam Hüseyn əleyhissalamın bayrağı qara bir bayraqdır da, bunu niyə qadağan eləməlisən? Niyə? Bu izzət, şərəf bayrağıdır. Bunu necə qadağan eləyə bilərsən? İnsani dəyərləri qorumaqdan ötürü, dini dəyərləri qorumaqdan ötürü canından keçməklik, fədakarlıq simvolun özündə rəmz olaraq yaşadan bir bayraqdır. Bunu sən necə qadağan eləyə bilərsən? Üzr istəyirəm, bir dənə bir söz deməm, bağışlayasınız. Bu Buyurun. çox təbii bir şeydir əslində. Çünki qeyd etdiniz ki, o bayraq izzət, şərəf rəmzidir. İzzəti, şərəfi olmayanların onu qadağan etməsi də Bəli, təbii bir orası şeydir. təbiidir. Amma biz istəyirik çatdıraq ki, səhv bir iş görürlər, həddən Bəli. artıq batil bir iş görürlər, həddən artıq pis düşmənçilik Bəli, edirlər. bəli. Bunun müqabilində nə etməlisən? Bunun müqabilində hər bir İmam Hüseyni sevər insan öz evində bir otağı Hüseyniyə adlandırmalıdır. Məhərrəmlik gələndən ta Səfər ayının axırına qədər, bu 2 ay Ərbəyin və Səfər ayı Bəli, çıxana bəli. qədər bir otağı adlandırmalı ki, bu Hüseyniyədir. Və İmam Hüseyn əleyhissalamın bayrağını vurmalıdır ora. Hər gün də uşaqlara da başa salmalı ki, bura Hüseyniyədir. Məscidə qoymurlarsa sizi, əzadarlığa qoymurlarsa, bu bayrağı qoymurlarsa, bu bayrağın belə bir dəyəri var. Bu dediyimiz dəyərləri anlatmalıdır və o otağı da Hüseyniyə adlandırmalıdır. Bu olur ən azından Vəhəbə cavab verəcək həddə bir şey olur ki, mən də bunu etdim. Düzdür, kifayət deyil. Amma əvvəldən minimumdan başlamalısan da bunu etməlisən. Əgər qoymurlarsa ən azından bunu etməlisən. Əlindən nə gəlirsə də, kimin Bəli. əlindən nə gəlirsə. Bəli. Allah razı olsun ustad. Həqiqətən də çox gözəl danışdınız. Tarixi nöqtələrə, dəqiq, gözəl məqamlara işarə etdiniz. Allah razı olsun. Minnətdarıq Allah sizə sizdən də ki, razı olsun. Çox sağ olun. vaxtınızı ayırdınız, gəldiniz. Çox sağ olasınız və sonunda sizdən bir dua istəyərdik inşallah. Dua edəriz. Allahümmə salli əla Muhammedin və ali Muhammed. İlahi, Həzrət sahibə zamanın zuhurunu tezləşdir. Amin. Pərverdigara, bizim əlimizlə bütün yer üzündə olan fəsadı, zülmü aradan apar ginən. Amin. Xalqımıza İmam Zaman əleyhissalamın zuhurunda böyük xidmətlər etmək tövfiqin əta et ginən. Allah razı olsun ustad. Çox sağ olasınız. Minnətdarlığımızı bildiririk. Bir daha təşəkkür edirik sizə. Allah sizdən də razı olsun. Sağ Təşəkkür. olasınız. Bəli, dəyərli izləyicilər, bu gün də bizə ayrılan vaxtın sonuna gəldik, çatdıq. Dəyərli ustadımızın gözəl söhbətlərindən faydalandıq və Kərbəlada olan hadisələrdən nisbətən də olsa oradakı insanların həyatından məlumatımız oldu və sonda biz də Allahdan istəyirik ki, bizləri daim haqq cəbhəsi tərəfində olanlardan qərar versin və ömrümüzün son anına qədər İmam Hüseyn yolunda və Allaha xatir yaşayaraq İmam Hüseynə layiq olan şiələrdən olmağı hər birimizə nəsib etsin inşallah. Amin. Allahın izni ilə gələn verilişlərimizdə görüşənədək sağ olun, salamat qalın.